Cəmiyyətdə tez-tez belə bir fikir dolaşır ki, intensiv bodybuilding sağlamlıq üçün risklidir. Amma elmi araşdırmalar bu mövzuda tamam fərqli mənzərə ortaya qoyur. 2021-ci ildə British Medical Journal jurnalında dərc olunan geniş miqyaslı araşdırmada göstərilir ki, yüksək əzələ gücünə malik olan insanlarda xərçəngdən ölüm riski 31-46% daha aşağıdır. Tədqiqatda xüsusilə güc məşqləri ilə məşğul olan şəxslərin immun və metabolik göstəricilərinin daha sağlam olduğu vurğulanır. Bu tapıntılar Journal of the National Cancer Institute tərəfindən yayımlanan araşdırmalarla da üst-üstə düşür. Həmin mənbələ qeyd olunur ki, müntəzəm fiziki aktivlik, o cümlədən güc məşqləri, yoğun bağırsaq, döş və prostat xərçəngi riskinin azalması ilə əlaqəlidir. Mövzuya dair mövqeyini açıq şəkildə bildirən qurumlardan biri də American Cancer Society-dir. Təşkilatın rəsmi tövsiyələrində bildirilir ki, həftədə ən azı 2 gün əzələ gücləndirən fiziki fəaliyyətlə məşğul olmaq xərçəng riskinin azalmasına və immun nəzarətin güclənməsinə kömək edir. Buna baxmayaraq, mediada bəzən bodybuilder xərçəngə tutuldu tipli xəbərlər yayılır. Bu hallar elmi müstəvidə ayrıca araşdırılıb. International Journal of Sports Medicine və The Lancet Oncology jurnallarında dərc olunan məqalələr göstərir ki, belə vəziyyətlərin böyük hissəsi anabolik steroidlərdən uzun müddətli istifadə, böyümə hormonu və insulin sui-istifadəsi genetik risk faktorları ilə əlaqəlidir və birbaşa güc məşqlərinin özü ilə bağlı deyil. Bu proseslərin orqanizmə təsiri Harvard T.H. Chan School of Public Health tərəfindən aparılan araşdırmalarda da izah olunur. Həmin tədqiqatlarda vurğulanır ki, natural güc məşqləri insulin müqavimətini azaldır, xroniki iltihabı zəiflədir və immun sistemin xərçəng hüceyrələrini erkən tanıma qabiliyyətini gücləndirir. Bu təsir mexanizmi əzələlərdən məşq zamanı ifraz olunan və miokin adlanan bioloji aktiv maddələrlə əlaqələndirilir. Beləliklə, elm göstərir ki, müntəzəm və balanslı şəkildə aparılan güc məşqləri orqanizmdə təkcə əzələ kütləsini deyil, hüceyrə səviyyəsində müdafiə mexanizmlərini də dəyişir. Bu dəyişikliklər isə bir çox xroniki xəstəliklər kimi xərçənglə bağlı risk faktorlarına da təsir göstərə bilir.